Deməli, bu gün yaralı bir uşağın dastanı Nizami Gəncəvinin əsərini oxuyacağıq və ilk öncə dastan haqqında belə bir məlumat verim ki, həyatı əks etdirmə növü olaraq epik növdədir. Həmçinin mənzum hekayədir və indi oxuyanda da görəcəksiniz müəyyən bir süjet xətti var. Həmçinin dastan fars dilində olmuşdur və sonradan Azərbaycan dilinə tərcümə edilmişdir və əruz vəzninin məsnəvi formasındadır. Qafiyə quruluşu da indi oxuyanda görəcəyik A, A, B, B, C, C və D, D şəklindədir və nəzmlə beytlər şəklində yazılmışdır bu dastan. Həmçinin mövzuda da müxtəlif xarakterli insanların həyata olan baxışın, onların mənəvi dünyasından bəhs olunur. İdeyada isə, yəni ideya olaraq ona ağıllı düşmən ağılsız dostdan yaxşıdır deyə bilir. Dost dostu tən gərək, tən olmasa gen gərək deyə bilərik. Və burada indi oxuyanda görəcəyik 3 obraz var bu dastanda. Uşaq, dostları və düşmən var. Deməli, uşaq burada azədə böyüyüb, kefi kök şəkildə dostları ilə gəzir. Sürüşərək yıxılır və varlığının dayaq adlandırdığı ayağını qırılır burada. Dostları isə uşağın bu vəziyyətinə pis olurlar və atasının xəcalət çəkməsinlər deyə onu quyuya atmağı məsləhət görürlər güya. Və düşmən isə burada uzaq görəndir, bu sirri gizlin qalmayacağını və adı üstündə uşağın düşməni olduğuna görə onun uşağın yaxınları və ətrafdakı insanlar hər şeyi, yəni bu hadisənin onun üstünə düşəcəyini başa düşür, anlayır və ağıllıdır ki, o da uşağın atasına xəbər verərək uşağa kömək edir, atasına da kömək edir. Həmçinin öz acını qurtarmış olur, özünə günah düşməməsini əvvəlcədən qabaqlayır. Və burada hekayənin sonunda da əslində atasının nəsihət verməsi və dostlarının səhvlərini anlayıb anlamaması haqqında məlumat verilmir. Dastanı oxuyanda da görəcəyik. Və burada dastanın sonunda Nizaminin öz adı çəkilsə də, orada özünə müraciət etmir. Sadəcə nəsihətamiz fikirləri ilə burada artıq dastanı bitirir. İndi keçək dastana. Deməli, hər bir oxuduqca onu çalışacağam ki, sizə çevirə bilim. Azədə böyümüşlər cərgəsindən bir uşaq 2-3 həmyaşı ilə çölə çıxdı keficaq. Deməli, burada deyirik Azədə böyümüşlər. Bax, uşağın obrazlarda da, uşaqda bunu dedik. Azədə böyümüşlər cərgəsindən bir uşaq 2-3 həmyaşlı ilə keficaq bir şəkildə çölə çıxır və elə ki, yola düşdü bu uşaq birdən-birə, yürüyərkən ayağı sürüşdü, dəydi yerə. Deməli, bu uşaq elə ki, yola düşür və yeriyərkən dostları ilə birdən ayağı ilişir və yerə dəyir. Elə bərk yıxıldı ki, sındı birdən ayağı, qırılmışdı çox yaman varlığının dayağı. Elə bərk yığılmışdı ki, uşaq burada varlığının dayağı da ayaqdır. Uşağın ayağıdır və elə bərk yıxılmışdı ki, uşağın ayağı qırılmışdı deyir. Heç çarə axtardılar bu qəmə, bu matəmə. Demək, uşağın yaşıdları bundan qəmə batırlar və heç çarə axtardılar bu qəmə, bu matəmə. Onu sevən bir uşaq dedi, çarə var gerçək, gəlin onu quyunun lap dibinə gizlədək. Ta ki bir gündüz kimi olmasın aşkar bu sir. Atasından xəcalət çəkmək yaxşı deyildir. Deməli, burada artıq uşaq yerə yıxılır və bununla da dostları onun yerə dəyib ayağını qırılmasından artıq qəmə batırlar və pis olurlar uşağın bu halına. Onu sevən bir uşaq da onun dostlarından biridir. Onu sevən bir uşaq da dillənir ki, bəs buna bir gerçək çarə var ki, gəlin onun quyunun lap dibinə gizlədək. Yəni bir gündüz kimi bu sir aşkar olmasın, uşaq orada qalsın. Elə bilirlər ki, uşaq orada qalsa heç kəs bu sirri bilməyəcək və bilsələr də ondan bilməyəcəklər, uşaqlardan bilməyəcəklər deyirlər. Və əslində burada uşaqların da məqsədi, yəni dostlarının məqsədi yəni atasının uşağının bu hərəkətindən, bu ayağının sınmasına xəcalət çəkməsin deyədir. Və burada oradakı uşaqlardan uzaq görən bir nəfər şikəst olmuş uşağın düşməni idi müxtəsər. Deməli, oradakı uşaqlardan biri də uzaq görəndə əslində onun uşağın düşməni idi. Bu halı ölçüb biçib sonra düşündü biraz. Öz-özünə dedi ki, bu sir gizlində qalmaz. Mən ki, həmin uşağın bir düşməniyəm demək, bu işi eşidənlər yəqin məndən biləcəklər. Bayaqlarda dediyimiz kimi, bu uşağın dostlarının arasında bir dənə də düşməni var və bu düşməndə bayaqlar obrazın da xüsusiyyətlərini sayanda sadaladıq. Uzaq görəndir, ağıllıdır. Bu uşaq halını ölçüb biçir və fikirləşir ki, mən onun düşməniyəmsə əgər, onun ətrafındakı insanlar, atası, ailəsi və yaxud da cəmaət, yəni bunu eşidənlər, bu hadisəni eşidənlər zaten deyəcəklər ki, hə onda bunu düşməni edib deyəcəklər.
Və burda artıq indi qalanını oxuyaq, yenə təhlilə davam edəcəyik. Uşağın atasına gedib tez xəbər verdi və o da gəlib oğluna çarə gördü birtəhər. Deməli, bu düşmən də artıq dostlarını qabaqlayır, gedib yəni əgər uşağı quyuya atsaydılar və işin üstü açılsaydı, dostlar deyəcəkdilər ki, zaten onu düşməni edib və düşməni də pis baxacaqdılar burda. Bu da düşmən də artıq o dostlarını, onu sözdə sevən dostlarını, uşağı qabaqlayır və onlardan əvvəl gedib atasına tez xəbər verir bu məsələdən. Atası da gəlib oğluna bir çarə qılır. Bundan sonra isə artıq Nizaminin burda nəsihətamiz fikirlərinə davam edir dastan. Hər kimdə ki varsa ağıllılıq cövhəri, o bacarır hər işi, parlar onun gövhəri. Fələklərin bəndini açar ancaq o qoçaq ki, basa bilsin onun başına bir gün ayaq. Fələyin az-çoxuna göz yuman gündən bəri Nizaminin işləri keçmişdir fələkləri. Belə dastanımız bura qədər idi və əgər burada təhlil zamanı anlamadığınız bir şey oldusa və yaxud da mənim səhvlərim oldusa, orfoepik, orfoqrafik və hər hansı bir səhvlərim oldusa və yaxud da tələffüzdə ola bilər hansısa sözü səhv deyərəm və yaxud da ola bilər çox tez-tez danışmışam və s. Hər hansı bir narazılığınız varsa, indidən əfv edin məni və mənim burada ilk dəfə təhlilimdir, bunu paylaşacağam. İnşallah sizə kömək edə bilmişəmdir. Və mən bunu Erem Nəşriyyatın ədəbiyyat kitabından oxumuşam sizə. Buradan təhlil etmişəm. Yəni əgər maraqlıdırsa, həmin kitabdan maraqlana bilərsiniz. Təşəkkür edirəm. Özünüzə yaxşı baxın.